Həyat yoldaşınızla və yaxud da sevgilinizlə dalaşmısınız və bunu gedib başqa bir insanla danışırsınız. Bu doğru bir şeydirmi? Gələn suallardan biri budur. Bəzən dalaşanda, öz həyat yoldaşımızla, sevgilimizlə, nişanlımızla dalaşanda bunu gedib üçüncü şəxslərə, ya rəfiqəmizə, dostumuza, ya ailədən birinə, valideynlərimizə danışırıq bu haqqda. Nə olur? Bir müddətdən sonra sən danışırsan, rahatlayırsan. Bir müddətdən sonra sən öz həyat yoldaşınla barışırsan, yaxud da sevgilinlə barışırsan, bu yaşananları unudursan, lakin danışdığın insanlar bunu unutmur. İlk fürsətdə, növbəti dəfə sənin keyfin olmayanda, əhvalın olmayanda dərhal sənə sual verirlərmi? Nə oldu? Yenə problem mi yaşadın? Niyə dözürsən bu insana? Nə məcbursan tipli artıq psixoloji olaraq baskı gücündə olan sözlər, cümlələr eşidirsən. Mən cütlüklərə hər zaman deyirəm ki, nə problem yaşanırsa yaşansın aranızda. O məhrəmliyi qoruyun. O sərhəddi saxlayın. Bir də baxacaqsınız ki, bunları etməsəniz, üçüncü şəxslər sizin ailənizin, münasibətinizin ortasındadır. Və sizin münasibətiniz onsuz da dalaşarkən zəifləyir və kənar təsirlər o münasibəti daha da bərbad günə salar. Onun üçün çalışın üçüncü şəxsləri aranıza salmayın. Həyat yoldaşınızla və yaxud da sevgilinizlə dalaşmısınız və bunu gedib başqa bir insanla danışırsınız. Bu doğru bir şeydirmi? Gələn suallardan biri budur. Bəzən dalaşanda, öz həyat yoldaşımızla, sevgilimizlə, nişanlımızla dalaşanda bunu gedib üçüncü şəxslərə, ya rəfiqəmizə, dostumuza, ya ailədən birinə, valideynlərimizə danışırıq bu haqqda. Nə olur? Bir müddətdən sonra sən danışırsan, rahatlayırsan. Bir müddətdən sonra sən öz həyat yoldaşınla barışırsan, yaxud da sevgilinlə barışırsan, bu yaşananları unudursan, lakin danışdığın insanlar bunu unutmur. İlk fürsətdə, növbəti dəfə sənin keyfin olmayanda, əhvalın olmayanda dərhal sənə sual verirlərmi? Nə oldu? Yenə problem mi yaşadın? Niyə dözürsən bu insana? Nə məcbursan tipli artıq psixoloji olaraq baskı gücündə olan sözlər, cümlələr eşidirsən. Mən cütlüklərə hər zaman deyirəm ki, nə problem yaşanırsa yaşansın aranızda. O məhrəmliyi qoruyun. O sərhəddi saxlayın. Bir də baxacaqsınız ki, bunları etməsəniz, üçüncü şəxslər sizin ailənizin, münasibətinizin ortasındadır. Və sizin münasibətiniz onsuz da dalaşarkən zəifləyir və kənar təsirlər o münasibəti daha da bərbad günə salar. Onun üçün çalışın üçüncü şəxsləri aranıza salmayın.